Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsində hal-hazırda Masazır qəsəbəsində şəxsi özü üçün inşa olunmuş belə bir həyət evi göstərəcəm. Həyət evimizin sənədlərimiz var, çıxarışımız var. Şəxsi özü üçün inşa olunmuş belə bir evdir. Ümumi 4,8 sotdadır, belə bir ümumi ərazisi var. Həyət genişdir, ev də böyük həcmdə tikilib. 13 metrənin 11 metrəyə tikilib. Fundamenti də 1 metr 20 santının 1 metrə fundamenti var. Çox möhkəm tikilibdir. Evin buradan giriş hissəsidir. O hissəsinə yana keçmək olur. Bir daha vurulub ki 4,8 sotda çıxarışı var. Birbaşa notarius alqı satqı olunacaq. Evin yanıdır. Buradan ümumi görünüşüdür, göstərim sizlərə. Və keçib evin içində olan şəraiti sizlərə tam şəkildə göstərəcəm. Evin içərisinə daxil olmuşuq, dəhliz hissəsində hal-hazırda. Alıcı istəyinə uyğun bu evdə hər hansı bir dəyişiklik eləyə bilər. Təmiri zəifdir, amma burada qonaq otağı kimi istifadə olunur. Lazım olsa böyük həcmdə bir dənə də otaq yuxarı mərtəbədə var. Qiymət 145 min manatdır. Masazır qəsəbəsinə prospekt yola yaxındır. Çox yaxın bir ərazidə yerləşir. Şəxsi tikilidir, döşəməsi taxta poldur. Bir daha vurğulayım ki, təmiri zəifdir. Bu hissəsində mətbəx hissəsidir əslinə qalsa. Yəni tikilişdə bura mətbəx üçün nəzərdə tutulub, amma hal-hazırda gördüyünüz kimi belə bir yataq otağı kimi istifadə olunur. Ev möhkəm tikilib, divarlar, orta divarlarda qoşa daşdır. Bu hissəsində qaraj üçün nəzərdə tutulub. Çöldən bura ayrıca qapı hissəsi var. Lazım olsa yenə də bir daha təkrar üçün vurğulayım ki, alıcı istəyinə uyğun hər hansı bir dəyişiklik eləyə bilər və təcili satılır, endirim olunacaq evə baxdıqdan sonra. Hamam otaqları ayrı-ayrıdır. Belə hamam otağı iri həcmdədir. Sənədli evdir. Bu hissədə torpağın sotu çox bahadır. Qiymət 145 min manat, 13 metrənin 11 metrəyə tikilmiş belə bir möhtəşəm evdir. Və yuxarıda olan yataq otaqlarını göstərəcəm sizlərə. Sona qədər izləsəz, tamsının şahidi olacaqsınız. İkinci mərtəbəyə qalxmışıq. İkinci mərtəbənin dəhlizindəyik hal-hazırda. Döşəmə taxtadır. Burada belə bir yataq otağıdır. Bir ilə ikinci mərtəbənin arasında monolit betondur. Şəxsi tikilidir. Böyük həcmli otaqları var. Burada digər otağı göstərim. Evlərin otaqları çox işıqlıdır. 145 min manata 4,8 sotda sənəti qaydasında olan, balkona çıxışı olan belə 5 otaqlı evdir. Təmirsiz qalan hissəsi buradır. İkinci mərtəbə pilləkən olan hissəsidir. Yəni buradan pilləkəndir. Burada belə bir dənə də otaq var. Yəni az bir vəsaitlə bu evi tam şəkildə səliqəyə salmaq mümkündür. Kombisi var, tam işləkdir. Endirim də ki olacaq. Kanalımıza abunə olun. Şərh bölməsində şərhlərinizi qeyd edin. Və bu gördüyünüz otaq tam təmirsizdir. Alıcı alıb öz istəyinə uyğun, zövqünə uyğun divar kağızına vura bilər, döşəməsini də dəyişə bilər. Alana satan Allah xeyrin versin. Orta divar da burada cüt daşdır. Çox keyfiyyətli evdir. Hər an, hər zaman belə 5 sota yaxın torpağın üzərində belə möhkəm tikilmiş evlər Masazır qəsəbəsində çıxmır satışa. Qaçırmağına dəyməz. Şərh bölməsində şərhlərinizi qeyd edin. Bəyənməyi də unutmayın. Videonu da paylaşmağı tövsiyə edərdim. Sonra izləyənə təşəkkür edirəm.